Aprelin 11-i və 12-sində Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında 21 saat davam edən birbaşa danışıqlar nəticəsiz qaldı. Bu, 1979-cu ildən bəri iki ölkə arasında ən yüksək səviyyəli üz-üzə görüş idi. Danışıqlar fevralın sonundan başlayan və 6 həftə ərzində davam edən ABŞ-İsrail-İran müharibəsinin fonunda 2 həftəlik kövrək atəşkəs dövründə keçirildi. Məqsəd müharibəyə son qoymaq, nüvə proqramı və Hörmüz boğazı məsələlərini həll eləmək idi. Lakin razılaşma əldə olunmadı. ABŞ tərəfi danışıqların əsas səbəbini İrana nüvə silahını hazırlamaqdan imtina eləmək barədə qəti öhdəlik götürməsi ilə izah eləyir. Vitse-prezident J.D. Vance açıqlamasında bildirib ki, bizə onların nüvə silahı hazırlamayacaqlarına və buna imkan verəcək alətləri əldə eləməyəcəyinə dair öhdəlikləri lazımdır. İran tərəfi isə ABŞ-ı qəbul olunmaz sayda çox tələblər irəli sürməkdə və etimad yaratmamaqda günahlandırır. Parlamentin sədri və danışıqlara rəhbərlik edən Məhəmməd Baqir Qalibaf açıqlamasında bildirib ki, biz ən uyğun təklifləri irəli sürdük, amma ABŞ bizim etimadımızı qazana bilmədi. Burada hər iki tərəf özünün qalib sayır, yəni qələbə çalmış sayır. Mövcud sülh hələ ki də müvəqqəti yaranmanı sülh, hələ ki müharibənin bitməsi demək deyil. Yəni müharibənin hələ də belə gələcək ehtimal ki, davam etmə ehtimalları var. Və Trump'un bəyanatları isə demək olar ki, müharibə başladığı dönəmdən indiyənə qədər bir-birinə zid şəkildə, ziddiyyətli açıqlamalarla davam eləyir. Hələ ki, hesab eləyirəm ki, bütün Trump verdiyi bəyanatların hamısı icra olunmur ki, yəni bir bəyanat verir, sabah ona bir zid bəyanat verir. Digər bəyanat verir, ondan sonra başqa bir bəyanat verir. Hələ ki, mövcud vəziyyət, belə deyək, Hörmüz boğazındakı vəziyyət elə olduğu kimi qalır, sülh prosesindəki vəziyyətdəki kimi qalır və hesab eləyirəm ki, hələ ki Trump'un verdiyi bəyanatlara uyğun hər hansı bir addım atılma ehtimalı hələ ki yoxdur. Görüşlərin ardından ABŞ prezidenti Donald Trump Hörmüz boğazını blokadaya almaq üçün ABŞ donanmasına göstəriş verdiyini açıqladı. Amerikanın Hörmüz ilə bağlı blokada qərarı yaranmış vəziyyətdə sülhə doğru atılan addım deyil. Bu, əksinə Amerika-İran ziddiyyətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq və müharibənin yeni, daha qanlı bir mərhələsinin atılmasına səbəb olacaq. Ona görə ki, Hörmüz boğazının blokadaya alınması həm müharibə qanunları baxımından düzgün deyil, həm də hazırda bütün dünyanın sülh imkanları axtardığı bir vaxtda sülhün məntiqinə də uyğun deyil.